Salam uşaqlar, bugün dərsimiz Azərbaycan dilindən 20-ci səhifədir. Ramin və dostları. Bu mövzunu daha çox ən sevdiyiniz məşğuliyyət adlandırmaq olar. Bunu mövzu olaraq biz bu cür adlandırırıq. Sevimli məşğuliyyətlərimiz. Əvvəlcə gəlin şəkilə baxaq uşaqlar. Bu şəkildə nə görürsünüz? Gəlin əvvəlcə oxuyaq bunu. R-A-M-İn Ramin, Ramin. Ramin oğlan adıdır, qız adıdır. Oğlan. Oğlan adıdır, bəli. V-ə və S-O-L-M-Az. Solmaz, solmaz. Nə oldu? Ramin və Solmaz. Ramin həmin bu oğlanın adıdır. Solmaz kimin adıdır? Qızın adıdır. Demək, Ramin və Solmaz stolun üzərinə plastilinlər qoyublar. Plastilinlər demək rəngli plastilinlərdir və onlar demək Solmaz tısbağa düzəldibdir. Əl vurma kitaba. Ramin isə görək nə düzəldir? Ramin hələ tamamlamayıbdır. Düzəltməyə davam edir. Düzəltməyə davam edir. Hissələri ayırıb, amma tam olaraq nə düzəltdiyi açıq aydın deyil. Demək, əsas odur ki, bildik ki, Ramin və Solmaz, demək bu oğlan adı Ramindir, qızın adı Solmazdır. Plastilinlə müxtəlif heyvanlar düzəldirlər. Demək, belə buradan belə çıxır ki, Ramin və Solmazın sevimli hobbisi nədir? Sevimli məşğuliyyəti sevdi. Plastilinlə müxtəlif cür heyvanlar, əşyalar və s. düzəltmək. Yəni, plastilinlə əylənirlər özləri üçün. Burada nə yazılıb? R-A-M-İn Ramin və Əli Əli. Demək, hər ikisi də oğlandır. Birinin adı Ramindir, elə həminki oğlandır da görürük ki, bu Ramindir, bu isə Əlidir. Uşaqlar, Ramin və Əli görürük ki, hoppanıb düşürlər, düzdür, tullanırlar. Və bu alətin adı, tullanıb düşdükləri alətin adı batutdur, batut. Batut idmanda istifadə olunan uşaqların tullanıb düşməsi üçün istifadə olunan idman alətidir. Hansı ki, demək, üzərində yumşaq döşəyi olur və alt hissədə demək, setka kimi bir şey olur. Onlar tullanıb düşəndə demək, uşaqları yuxarı qalxıb düşməsi üçün demək, əyləncəli bir alətdir, batut. Bunun adı nə oldu? Batut. Bəs bunlar nə oldu? Plastilin. Plastilindən nələr düzəltmək olur? Müxtəlif cür şeylər düzəltmək olur. Gül də düzəltmək olur, maşın da düzəltmək olur, heyvanlar da düzəltmək olur, hər şey düzəltmək olur. Bu alətin də adı batutdur, idman alətidir. Uşaqlar üzərində tullanıb düşürlər. Uşaqlar, bəs burada Raminlə Əli verilmişdi. Bəs burada nə edirlər? Bax, gördüyümüz bu yaşıl köynəkli oğlan adı Ramindir. Görürsünüz? Burada da Ramin var, burada da Ramin var, burada da Ramin var. Bu isə Əlidir. Baxın, hardan bildim Əlidir? Narıncı köynək var, eyni paltar geyiniblər və Raminlə Əli nə edir? Uşaqlar. Skuter sürürlər. Düzdür? Skuteri kim sürür? Ramin. Bəs Əli nə edir? Velosiped sürür. Velosiped sürür, bəli. Demək, Ramin nə sürür? Skuter. Uşaqlar üçün ayaqla hərəkət edən skuter, yəni alətdir. Uşaqlar üçün elektriksiz skuter var. Böyüklər üçün isə elektriklə işləyən skuterlərimiz var. Bu isə demək Əlidir. Əli isə velosiped sürür. Velosiped və skuter ayaqları hərəkət etdirərək inkişaf elətdirir. Həm boyun uzanmasına, həm hərəkət edərək ayaqlarda belə deyim də sümük bərkiməsi, qan dövranının yaxşı olması. Yəni hərəkət təbii ki, o da çərçivədə çox olmaz. Belə deyim, 24 saatın, deyim, 10 saatını skuter sürmək o ziyandır. Hər şeyi normasında etmək lazımdır. İdmanı da normasından artıq edəndə ziyandır, zərərlidir. İstər velosiped olsun, istər skuterdir. 1 saat sürmək olar hava yaxşı olanda, aramla gün ərzində istirahət elə 2-3 saat sürmək olar açıq, təmiz havada. Demək, Ramin skuter sürür. Əli isə velosiped sürür. Burada yenə Raminlə Əli batutun üzərində tullanıb düşürlər. Burada isə Raminlə Solmaz plastilindən müxtəlif şeylər hazırlayırlar. İndi biz burada heyvan hazırladıqlarını görürük. Gəlin görək burada nə deyir? Uşaqlar nə ilə məşğuldular dedik. Hobbiniz varmı?
Uşaqlar, sizin hobbiniz nədir? Hobbi nə deməkdir? Bax, burada söz boğçasında hobbi yazıb. Hobbi heç kim sizi məcbur etmədən, heç kimin sizə təsiri olmadan, özünüzün içinizdən gələn, ürəyinizdən gələn, hər gün etmək istədiyiniz sevimli məşğuliyyətinizə deyilir hobbi. Məsələn, mənim hobbim sevdiyim müğənnilərin ifasını dinləmək, musiqi dinləmək, musiqi dinləyə-dinləyə ev işləri görməkdir. Turanın hobbisi GTA 5 oyunları oynamaqdır. Plastilin isə dediyimiz kimi, plastilin uşaqlar gildən və mumdan hazırlanır. Gildən və mumdan hazırlanan yumşaq kütləyə plastilin deyilir. O plastilinlərdən biz texnologiya dərsində, STEM dərsində müəllimə tapşırarsa ki, gedin heyvanlar düzəldin, düzəldərik. Gedin filan əşyanı düzəldin, düzəldərik. Və içimizdən nə düzəltmək gəlirsə, plastilinlə asanlıqla onu düzəldə bilərik. Batut nə idi? Dedik, batut idman dərslərində uşaqların tullanıb düşməsi üçün gördüyünüz bax bu idman alətidir. Skuterdə dedikdə nədir? Skuterdə ayaqla hərəkət edilən demək alətdir. Uşaqlar üçün elektriksiz, böyüklər üçün elektrikli skuterlər mövcuddur. Böyük boy, kiçik boy. B, A-nı, A-nı, banan, banan, alı, B, alı, I. Al, balı, albalı, B-i-lı, alı, bilal, bilal. Niyə görə banandakı B, albalıdakı A balacadır, bilaldakı bu böyükdür? Çünki mən hər dərs deyirəm ki, insan adlarının birinci hərfi böyüklə yazılır. Çünki onlar xüsusi isimdir. Nə ilə məşğul olmağı daha çox xoşlayırsınız, daha çox sevirsiniz? Uşaqlar, bu insandan insana fərqlidir. İnsanlar fərddirlər. Və bu fərd olaraq hər bir kəsin də özünün xoşladığı fərdi məşğuliyyətlər var. Yəni, mənim xoşladığımı sən xoşlaya bilmərsən. Necə ki, ağız dadlarımız fərqlidir. Mən xoşladığım meyvəni sən xoşlamaya bilərsən. Bu normaldır. Məşğuliyyətlər də bu cürədir. Məsələn, mən futbolu oynamağı və yaxud da futbola marağım yoxdur. O demək deyil ki, sənin də yoxdur. Sənin futbola marağın ola bilər. Sənin futbola marağın var, dostunun futbola marağı olmaya bilər. Sənin dostun ola bilər ki, hansısa bir musiqi alətində ifa etməyi xoşlayır. Piyano çalmağı xoşlayır, gitara ifa etməyi xoşlayır, mahnı oxumağı xoşlayır. Elə bir dostun ola bilər ki, deyir, mən nağıl kitabları oxumağı xoşlayıram. Elə bir dostun ola bilər ki, deyə bilər ki, mən yazı yazmağı xoşlayıram. Eləsi var, deyir, mən oyunlar oynamağı xoşlayıram. Elə bir dostun ola bilər ki, deyər ki, mən plastilindən müxtəlif cür əşyalar düzəltməyi xoşlayıram. Elə dostun ola bilər ki, deyər ki, mən onların heç birini xoşlamıram, sadəcə olaraq velosipetimlə parkda velosipetimi sürməyi xoşlayıram. Müxtəlif cür demək məşğuliyyətlər var və hər kəsin də özünün sevdiyi fərdi məşğuliyyətlər var. Gəlin Turandan soruşaq, görək Turan nə xoşlayır? Turan, sənin hobbin nədir? Mənim hobbim Hobbin nədir sənin? kompüter. Kompüterlə nə etmək? Kompüter deyib susma. Kompüter hobbi deyil axı. Kompüter desəm sənin ən sevdiyim əşya, belə deyim də, daha doğrusu belə deyim, texnoloji alət hansıdır? Sən də deyə bilərsən ki, kompüter, televizor, texnologiya alətləri və ya telefon. Mən deyirəm, hobbin nədir? Kompüterlə oyunlar oynamaq. Və səncə bu sağlıqlıdır? Səncə kompüterlə oyunlar oynamaq sənə nə kimi xeyri var onun? Heç nəyə xeyri yoxdur. Sən o oyunları əyləncə xatirinə eləyirsən, düzdür? Darıxırsan vaxtını maraqlı keçirmək üçün. O oyunlar sənə nə öyrədir? Döyüşmək. Diqqətli olmaq öyrədir. Hardasa nələrsə öyrədir. Amma həddindən artıq oynamaq olmaz, düzdür? Gün ərzində nə qədər oynamaq olar? Maksimum 1 saat. 1 saat oynamaq olar. Nəyə görə? Gözlərimiz yorulmasın, beynimiz yorulmasın. Bəli, ümumiyyətcə tək kompüter deyil. Kitabı belə oxuyanda çox oxumaq olmaz. Dincələ, istirahət eləyə oxumaq olar. Yazı yazanda belə bir işlə məşğul olanda çalışaq elə məşğul olaq ki, necə eləyək? Özümüzü yormayaq, düzdür? Çox oxuyanda nə olur ki? Çox oxuyanda insan daha çox bilir. Çox oxumağın ziyanı yoxdur. Sadəcə olaraq birdən-birə beyni yormaq olmaz. Çox telefona baxmaq olmaz. Telefon şüadır. İnsanın gözlərinin içində su olur. O su qoymur gözlərimiz, belə deyim, quruya, inkişaf eləyir.
Amma telefon neyiniyir? Gözlərimizin Gözlərimizi suyunu qurudur və biz gözlərimizi tez-tez qırpırıq, gözlərimiz yorulur və zəifləyir. Kompüterdə həmçinin. Ondansa neynəmək? Rəngli kağızlardan müxtəlif əşyalar kəsib düzəltmək olar. Plastilindən demək ki, fiqurlar, müxtəlif heyvanlar düzəltmək olar. İdman eləmək sağlamlıqdır. İdmanla məşğul olmaq lazımdır. O da ki, saatlarla yox, müəyyən bir vaxtda. Bu qədər uşaqlar, dərslərinizi yaxşı oxuyun, dərslərinizdən 5 alın və valideynlərinizi incitməyin.